Ümid edirəm ki, səslər eşidəcəksiniz. Çoxlu ümid vermək istəyirəm. Çünki həqiqətən bu videoyu çəkmək istəyirəm. Hər kəsə salam, YouTube kanalıma xoş gəlmisiniz. Ümid edirəm ki, məni eşidirsiniz rahatlıqla və kənar səslər sizi narahat eləmir. Bugün əslində belə bir şəraitdə videomu çəkmək istədim. Çünki artıq uzun müddətdir ki, ara vermişdim. Və bu arada daha da uzatmaq istəmədiyimdən dedim ki, niyə də yox. Başlıqdan da gördüyünüz üzərə bugünkü mövzumuzun adı sərhədlərdir. Çox insan var ki, onlar üçün sərhədlər həqiqətən çox böyük təhdid kimi halında formalaşır. Bəlkə siz də bunu yaşayırsınız. Bəlkə ətrafınızdakı insanlar, yaxınlarınızdan kimsə bunları tez-tez yaşayır ki, yox deyə bilmirlər. İstəklərini rahatlıqla dilə gətirə bilmirlər. Kimsə onlara qarşı çox bir rəftar etdiyində hüquqlarını tələb edə bilmirlər. Əgər sən də bu problemlərlə tanışsansa, ümid edirəm ki, bu video sənə çox kömək olacaq. Əslində elmi cümlələrdən çoxunluqla qaçmaq istəyirəm, amma ki bildiyiniz kimi insan həm bioloji, həm də sosial, həm də psixoloji bir varlıqdır. Və insan sosial bir varlıq olduğuna görə mütləq ki, digər insanlarla da sıx-sıx təmasda olur. Və dünyamızın bir gerçəyidir ki, insanlar bir-birlərini incitmədən çox da bir-birlərini sevə bilmirlər. Özellikle de siz incə düşünən, emosional intellekti yüksək, empatiya bacarıqları inkişaf eləmiş bir insansızsa, çətin və gərgin mövzular danışmaqdan çoxluqla çəkinə bilərsiniz. Bu vəziyyəti yaşayan insanlarda biri onu incidəndə və yaxud da digər insanlardan, hətta yaxınlarından belə kömək istəmək məcburiyyətində qaldığında və əgər bir şey eləmək istəmirsə, amma yox deyə bilmədiyinə görə də ona hər demək məcburiyyətində qalırsınızsa, bu situasiya sizə əgər bir odun içinə sürükləyirmiş kimi seyirsinizsə, böyük ehtimalla ki, artıq siz çiyninizdə çox ağır yüklər daşıyırsınız. Halbuki digər insanlarla problemlər yaşamaq, anlaşılmamaq, bəzən heç bir-birinizi başa düşməmək, ya da sizin sizə başa düşməsi qədər dünyada normal olan heç bir proses əslində yoxdur. Və siz bu hadisələrdən nə qədər çox qaçmağa çalışsanız, o hadisələr bir o qədər çox da sizin qarşınıza çıxmağa davam edəcək. Əgər siz hər zaman bir problemi hər dəfə eyni tərzdə həll etməyə çalışırsınızsa, həmişə də eyni nəticələri əldə edəcəksiniz. Problemi yaşadığınız zaman, əgər bu problemin içindən çıxa bilmirsinizsə, ona fərqli bir perspektivdən baxmaq həmişə daha çox fayda verəcək. Dünyada 8 milyard insan varsa da 8 milyard ədəddə dünya var və hər kəsin dünyaya baxışı tamamilə fərqlidir. Və sizcə çox real bir şeydirmi ki, 8 milyard insanın hər birinin istəkləri, onların narahatlıqları, onların sərhədlərinin hər biri eyni olsun. Və buna görə də biz hər birimiz özümüzün qalxanını yaratmalıyıq. Və siz bu səbəbdən qarşınızdakı insanlara açıq-açıq sərhədlərinizi göstərməlisiniz. Onların harada dayanacaqlarını, nə qədər irəliyə gedə biləcəklərinin limitlərini onlara göstərməlisiniz. Və həqiqətən də belə bir şey var ki, insan zaten də ən çox ağrını və ən çox yaranını zaten sevdiyi insanlardan, dəyər verdiyi insanlardan alır. Əgər sizin dəyər verdiyi insanlar, sizi çox istədiyini düşündüyünüz insanlar belə sizin sərhədlərinizi keçə bilirsə, sizcə sizi tanımayan insanlar sizin sərhədlərinizi niyə keçməsin? Gəlin sərhədlər üzərində belə bir misala baxaq. Bilirsiniz ki, dünyadakı bütün ölkələr bir-birlərindən sərhədlər vasitəsilə ayrılır. Hətta elə sərhədlər var ki, bir ev ortadan iki yerə ayrılır və digər bir yarısı başqa bir ölkəyə və digər bir yarısı başqa bir ölkəyə aiddir. Yəni sərhədlər o qədər dəqiqdir. Sizcə sərhədlər olmasaydı, insanlar rahatlıqla digər ölkələrə çıxıb gedib gələ bilməzdilər. Hazımız istəməliyik ki, sərhədlər olmasın və dünyanın istənilən bir ölkəsinə rahatlıqla gedib gələ bilərik. Bunu məncə hər birimiz istəyərik. İnsanlar ona görə də sərhədləri sevmirlər. Əgər öz ərazinizi, yəni özünüzü qorumaq istəyirsinizsə, siz mütləq ki, insanlara qarşı sərhədlərinizi yaratmalı və harada dayanacaqlarını, hardan hara keçə bilməyəcəklərini onlara göstərməlisiniz. Sərhədləri idarə edə bilməməyi başlanğıcı da valideynlərimizin bizim üçün sərhədlərimizi inşa etməyə icazə verməməsindən başlayır. Siz deyə də bilərsiniz ki, mən niyə əziyyət çəkməliyəm bu qədər, mən niyə öz sərhədlərimi düzəltməliyəm, niyə insanlar düşüncəsiz davranırlar, axı mən onlara qarşı belə davranmıram. Təəssüf edirəm ki, bunun cavabını heç vaxt tapa bilməyəcəksiniz. Çünki onu siz kontrol etmirsiniz. Və önəmli olan odur ki, insanların yaxşı olmasını gözləmək yerinə artıq özünüz üçün bir bina inşa edəsiniz ki, artıq gələn hücumları ən azından qoruya biləsiniz.
Və istəyirəm ki, gəlin bu problemin kökünə birlikdə baxaq və bu problemləri necə həll edə biləcəyimizə birlikdə baxaq. Əgər siz problemləri açıq-açıq danışarkən çox narahatlıq keçirirsinizsə, valideynlərinizin problem həll etmə bacarıqları sizə uyğun olmayıb. Və siz normal olaraq da öz valideynlərinizi nümunə olaraq götürdüyünüz üçün bu şəkildə də həyatınıza davam edirsiniz. Ki bu sizin qətiyyən günahınız deyil. Razıyam, bu proses çox çətindir ki, biz onu dəyişməliyik. Amma nə yaxşı ki, bunu həll etmək mümkündür. Və digər bir problem, əgər qarşınızdakı insan sizi incitirsə və siz onunla bu problemi danışmadan çox çəkinirsinizsə və narahatlıq duyursunuzsa ki, mən də həmən insanı incidəcəm. Əgər bundan narahat olursunuzsa, özünüzə dönməyinizi xahiş edəcəm və özünüzə sual verməyinizi istəyəcəm ki, niyə bu insan məni incitdiyi halda mən onu incitmədən qorxuram? Və artıq ortaya yeni bir sual çıxır. Siz nə qədər özünüz olmamağa davam edəcəksiniz? Çünki siz açıq-açıq özünüzü gizlədirsiniz. Nə üçün qarşınızdakı insana yox demək, onun sizi incitdiyini söyləmək niyə bu qədər çətindir? Niyə bəyənilmək, niyə sevilmək, niyə heç bir problem olmamasını istəyirsiniz? Sizdə bu dünyada heç kəsin bir-biriyle problemi yoxdur, heç kəs mi bir-biriyle problem yaşamır? Və əgər siz bu problemlərin üstəsindən gəlmədiyiniz halda siz necə böyüyəcəksiniz? Və bu problemin də başlanğıcı çox təəssüf edirəm ki, Asiya ölkələrində çox geniş yayılmış olan valideynlərimizin bizi şərtli sevməsindən irəli gəlir. Uşaqlıqdan əgər dərslərini yaxşı oxusan, səni çox istəyəcək. Əgər yaxşı uşaq olsan, mama səni çox istəyəcək kimi sözlərlə böyüdüyümüz üçün artıq şərtli olaraq sevilməyin nə olduğunu bilirik və buna görə də valideynlərimizin bizi çox istəyəcəyi bir şəkildə şəxsiyyətimizi formalaşdırırıq. Sadəcə onu demək istəyirəm ki, bəyənilmək və sevilmək üçün artıq bu qədər çox çalışmayın. Çünki razıyam sizə, uşaq vaxtı bundan başqa heç bir çıxış yolunuz yox idi. Çünki uşaq vaxtı uşaqların valideynlərə bağlanma ehtiyacı olur və siz valideynlərinizə bağlanmaq üçün, yaşamaq üçün bu üsulu seçmisiniz. Amma artıq bu üsulə ehtiyacınız yoxdur. Əgər olduğunuz kimi valideynləriniz tərəfindən sevilməmisinizsə, digər insanları məmnun etmək üçün çox efor xərcləyərsiniz. Və belə insanlara da people pleaser insanlar deyilir, hansı ki, insanları məmnun etməyə çalışan insanlar deyilir. Vaxt qarşınızdakı insana yox demərsiniz, bütün məsuliyyətləri öz üstünüzə götürərsiniz. Və hətta ətrafınızda o qədər insan olacaq ki, həqiqətən də çox istədiyiniz bir ətrafdır bu, hansı ki, daim də xəyalını qurmuşsunuz ki, mən də ətrafımda çox insanın məni sevməsini istəyirəm, ətrafımda çoxlu dostlarım olsun. Tamam, bunların hər biri sizdə olacaq. Amma bunun bədəli də başqa bir cür olacaq. Hansı ki, dostlarınız, ətrafınızdakı olan insanlar sizi tanımayacaq. Siz sanki bir kilo mandarinin içərisində sarımsaqsız, amma üstünüzü də narıncıya boyamışsınız. Tamam, sarımsağın da dilimləri var, mandarinin də dilimləri var. Amma sarımsaq acıdır, amma mandarin çox şirindir. Və özünüz ola bilmədiyinizə görə də həyatınızda çoxlu xəstəliklər gətirəcəksiniz. Depressiya, təşviş, hətta xərçəng və yaxud da digər somatik xəstəliklər. Mən çox sevdiyim bir psixoloq var, Gabor Mate. O bir çıxışında belə deyir ki, mən çox nazik, yəni ki, mülayim, hər kəsə yola gedən insanlardan həqiqətən də çox narahat oluram. Çünki onların bu qədər mülayim, bu qədər yola gedən olmaqlarının iki səbəbi ola bilər. Ya onlar həqiqətən də insan varlığına və insan doğasına çox maraqlıdırlar və ona görə də özləri digər insanlara qarşı mülayim, mehriban olmağı seçirlər və yaxud da ki, çox zamanda ki, bu ehtimal üzə çıxır. Əgər mehriban, mülayim, yola gedən birisi olmasalar nə olacaq deyə çox fikirləşən insanlardılar və onlar bu xarakteri, xüsusiyyətlərə malik olmasalar yaşaya bilməyəcəklərini düşünürlər. Və buna görə də sizə demək istəyirəm ki, həyatın axışına özünüzü buraxın. Buraxın həyat sizə tərəf gəlsin, görün sizə nə öyrədir. Üzüldüyünüzdə heç zaman özünüzü yaxşı kimi göstərməyin. O duyğunu tanıyın, baxın sizə nə demək istəyir. Və əgər bir problem zamanı istəyirsinizsə ki, danışasınız, addım atasınız və düşünürsünüz ki, bu insan sizi dinləməyəcək, sizin sözlərinizə əhəmiyyət verməyəcək, istəyən ki, düşünəsiniz ki, o insan sizin həyatınızda niyə yer alır? Bəlkə də o insanın sizə öyrətməli olduğu şey odur ki, bu həyatda dünyada belə insanlar var və sizin də hətta qarşınızdadır və hətta sizin də həyatınızdadır. Və siz o insanlarla nə edirsiniz?
şərt qoyursunuzsa ki, yeni insanların artıq həyatıma almayacağam, heç kəsə dostluq olmayacağam deyirsinizsə, orada dayanmağınızı istəyərəm və özünüzü öyrənməyə bağlamamağınızı istəyərəm. Siz münasibətlərdən necə bir insan olmağı öyrənirsiniz. Siz münasibətlərə girərək necə bir insan olduğunuzu öyrənirsiniz. Münasibətlərə ancaq girərək necə insanların var olduqlarını deyə bilirsiniz, təcrübə eləyə bilirsiniz. Hazırda insanların sərhədləri çox təhdid kimi qavramasında əslində səbəblərindən biri də budur ki, insani olan səhvlərin çox qınanması və yaxud da ki, bunun günah olaraq aşınılması üzərindəndir. Çox kiçik bir misaldan əslində baxa bilərik ki, uşaq bir dostu ilə dalaşdığı zaman və yaxud da ki, uşaq şıltaqlığı elədiyi zaman böyük bir aqressiyanın valideyn tərəfindən uşağa verilməsi ki, buna şiddət də daxildir. Onun beynində artıq sən çox böyük bir səhv eləmirsən və sən çox böyük bir günah işləmirsən və sən buna görə çox pis bir övladsan qavrayışını ona verə bilir. Halbuki uşaqlar böyüyərkən kiçik şıltaqlıqlar da edəcək, tərbiyəsizliklər də edəcək, qaydaları poza da biləcəklər. Çünki onlar da bu həyatı ilk dəfə yaşayırlar və gözlənilən də əslində valideynlərdən olar ki, onlara çox böyük bir aqressiyanın yüklənməsi ilə qorxu yaratmaq deyil də, onların prosesi daha da izah etmək yönündə olmasıdır və uşaqlarının nə yaşadığını anlamaları əslində gərəkir burada ki, görsən həmən uşaq içərisində nə yaşayıb ki, əslində belə bir problem yaşayıb və bu problemi gələn səfər yaşayan zaman bu problemi necə idarə edə bilər? Biz zaten uşağa onu öyrətməliyik. Və son olaraq sizə bir sıra suallar vermək istəyərəm ki, əlinizə bir qələm və bir dəftər alın, hansı ki, bunu öz günlüyünüz kimi istifadə edə bilərsiniz və orada özünüzə çoxlu suallar verin və özünüzü kəşf eləməyə başlayın. Hər gün ən azından 5 dəqiqə, 10 dəqiqə olsa belə yazmaq, özünüzü başa düşməyə çalışmaq həqiqətən də çox böyük təsir eləyəcək sizə. Demək ki, suallar budur ki, dayanın və düşünün ki, ən son kimə nə demək istəmişsiniz və sadəcə problem yaranmasın deyə onu deməmisiniz. Niyə səncə problem yaranmasın? Problem yaransa nə olar? Həll mi edə bilməyəcəksiniz? Sizi mi dinləyəməyəcəklər? Həyatınızdan mı gedəcəklər? Tək mi qalacaqsınız? Sevinməyəcəksinizmi? Ağlınıza gələn ilk düşüncə nə olur? Və genelde de zaten təşvişləndiyimiz qədər, qorxduğumuz qədər böyük bir şey baş verməz. Amma çox böyük bir şey olsa nə olardı? Yəni biri sırf sən özünü ifadə elədin deyə, özünü izah etdin deyə sənə sərt davranıb həyatından çıxırsa, siz nə eləməlisiniz? Çünki bir düşünün, siz su içməyə qədər normal bir davranış irəli sürmək istəyirsiniz və siz su içdiyinizə görə də sizin həyatınızdan çıxırlar. Və bunu daim xatırlayın, özünüz olmaq ən böyük haqlarınızdan biridir. Əgər bir problem varsa, problem var. Əgər problem yoxdursa da zaten yoxdur. Bəzən həqiqətən də hər bir şey düz olaraq baxmaq daha yaxşıdır. Dinlədiyiniz üçün minnətdarım. Gələn videoda görüşənədək.